Qarşıdan Məhərrəm ayı gəlir. Bu ay çox hadisələrin şahididir. Bu ay bir dəstə insanın qəflətinin şahididir. Bir dəstə insanın bəsirətinin şahididir. Bu ayda bir dəstə insanın çata biləcəyi ən uca zirvəni fəth elədi. Bir dəstə insan heyvanlığın da sərhəddini keçib ən aşağı rəzil səviyyəyə indi. Bu bəsirət ayıdır. Bu özünə məxsus bir ayıdır. Bu ay deyəndə insan o Fəratın şırıltısının yanında susuz öldürülən Peyğəmbər balalarını gözünün önünə gətirir ki, dünya belə müsibət görməyib. Bu ay Əhl-i Beytin əsirliyinə şahid olur. Xanım Zeynəbin qolu bağlı şəhər-şəhər gəzdirilməyinə şahid olur. İmam Hüseynin başının bədənindən ayrılmasına şahid olur. Adəm yaranandan heç vaxt bu qədər övliya bir yerdə bu şəkildə qətlə yetirilməmişdir. Heç kəsə rəva görülməyən zülmü İmam Hüseynə rəva görüblər. Özdəki onları aşiq olan, onları həddən artıq çox sevən, deyərdim, sözümüz var ya, belə dəlicəsinə sevən bir insanı amansızcasına qətlə yetiriblər. Kərbəla bu ağır səhnələrə, eyni zamanda gözəl səhnələrə şahid deyilib. Kərbəlanın daşına, torpağına, divarına hopub əbədi olaraq o cazibəni Kərbəla itirmir. Çünki orada varlığın ən mühüm hadisəsi baş verib, ən vacib hadisəsi baş verib və bu havanı, halı, hərarəti bu ay özü ilə bizə aşılayır, gətirir.